Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz ve değerli kardeş ve bacılarımız, bugünkü cüme hutbemizin mevzusu valideyn hakkında olacaktır. Uca Rabbimiz bizi insan olarak yarattı, dünyaya gelmeyimize sebepkar olarak ata ve analarımızı seçti. Ve onlar bizim elimizden tuttu, büyüttü, boya başa çattırdı. Ve Rabbimiz de onların hürmet ve ihtiramını saklamamızı emretti. Ve aynı zamanda da bir gün biz özümüz de valideyn olduk. Bu emir silsilesi bizden sonra gelen evlatlarımız için de geçerli olmuş oldu. Bazen okuduğumuz ayeleri eşiderken, dinleyerken ele bilirik ki bugün biz valideyn olmasak da bu hükümler ancak bizim için geçerlidir ki biz atamıza, anamıza hürmet ve ihtiram edeyik. Ama Uca Rabbimiz bizi bizden yaxşı tanıdığı için, bütün ihtiyaçlarımızı bildiği için bu hükmü kıyamete kadar gelecek, var olacak bütün valideynler için geçerli etmiştir. Rabbimiz Kur'an-ı Kerim'in bir ayetinde böyle buyurur. Bismillahirrahmanirrahim. وَبَصَّيْنَا الْاِنْسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ أُمُّهُ وَحْنًا عَلَى وَحْنٍ وَفِصَالُهُ فِي عَامَيْنِ أَنِ اشْكُرْ لِي وَالِدَيَّ أَنِ اشْكُرْ لِي وَلِوَالِدَيْكَ إِلَيَّ الْمَصِيرُ. Biz insana, ata anasına yaxşılık etmeyi tövsiye ettik. Rabbimiz buyurur ki, biz insana, yani bütün insanlığa, ata anasına yaxşılık etmeyi tövsiye ettik. Anası onu bətnində çok zayıf bir halda daşımıştır. Bazen insan gelip bir boya başa yaşa çatır, necə ki keçmişini unudur ve aynı zamanda da ana bətnində keçdiyi mərhələləri unutmuş olur ve aynı zamanda da sanki elə dünyaya bu cür gelmiştir düşüncesine kapılarak bazen asi de olabilir. Onun için Rabbimiz evvelce tövsiye karakterli buyurur ki, biz insana, ata anasına yaxşılık etmeyi tövsiye ettir. Sonra ise hatırladır. Anası onu bətnində çok zayıf bir halda daşımıştır. Yani eğer ananın daşıması olmasaydı, Allah'ın lütfu ve rahmeti olmasaydı, biz bu ışıklı dünyaya hasret kalar, bugünkü halimizden məhrum olmuş olardık. Uşağın süddən kesilmesi ise 2 yıl ərzində olur. Mənə ve ata anana şükret. Ahır dönüş mənədir. Yine Rabbimiz bir hatırlatma eləyir. Bizim gıda vasıtemizin ağzımızda dişler bile olmadığı halda, heç bir gıda istifade edebilmeyeceğimiz halda 2 yıllık süddən bəhsedir ve sonra atana, anana ve mənə şükret. Hem ataya şükret, hem anana şükret ve aynı zamanda da mənə şükret. Ata anayla Rabbimiz burada özüne olan şükürü aynı seslendirir. Ve onun için de buyurulur ki, Allah'ın razılığı ata ananın razılığında gizlidir. Eğer sen Allah'ı razı salmak isteyirsense, o zaman ata ve ananın razılığını almak mecburiyetindesin. Ve bunun eksi Allah'ın gazabı ata ananın gazabında gizlidir.
Eğer ata-ananı qəzəbləndirərsənsə, Allah'ı qəzəbləndirmiş olarsan. Uca Rabbimiz diğer bir ayet ise buyurur: İmma yeblughanne indekel kibera ahaduhuma ev kilahuma fela tegul lehuma uffin ve la tenherhuma ve kul lehuma kavlen kerima. Eğer onlardan biri veya her ikisi senin yanında yaşayıp qocalığın en düşkün çağına yeterse onlara uf belə deme. Aye çok ağır ve hayatımızın en mesuliyetini üzerimize yükleyen bir ayedir. Bugün yaşadığımız hayat itibariyle ata-anamızla birce yaşayan kardeşlerimiz, dostlarımız vardır. Uca Rabbimiz nece bizim uşaq ikən onların himayesinde olduğumuzu, onların merhamet ve kaygısına ihtiyacımızın olduğunu bildirirse ve aynı zamanda da bizi bizden yaxşı tanıyan Rabbimiz bizim karakterimizi bilir, hisletimizi bilir, hansı hallar ve merhaleler yaşayacağımızı bilir. Onun için de buyurur ki onlardan biri veyahut da her ikisi senin yanında yaşayar ve qocalığın en düşkün halına gelip çatar. Elə bir halda ki artık yaddaş itiptir. Elə bir halda ki artık kulak eşitmir. Elə bir halda ki fikirlerini normal şekilde ifade edebilmir. Elə bir halda ki əsəblərini cilovlayabilmir. Ve belə olduğu halda sen de beşeri olarak, insan olarak təbii şəkildə onun etdiklərindən yorula bilərsən, bezə bilərsən, tükənə bilərsən, insanlıq halı olarak of deyirik bəzən, of. Hələ ofun arkası Rabbimiz buyurmur ki of bezdim, of deyir. Sen onlara belə deme. Bu bir emirdir. Tövsiye değil. Ve belə olduğu halda Allah'a aşıkım diyen, onun rızasını kazanmak istikametinde çalışan bir Müslüman, bir mümin, ağır bir mesuliyetin altına girmiş olur ki, eğer hakikaten Allah'a aşıkdirsə, hakikaten Allah'ı sevirse, hakikaten onun yolu ile gedirse, bu zaman nece onun eziyet veren valideyni olduğu halda ona karşı sabredecek ve uf belə demeyecektir. İmam Cafer Sadiq aleyhisselam buyurur ki, eğer uf kelimesinden küçük bir kelime olsaydı, Allah size onu da emrederdi. Yani uf bir fikri ifade edir. İnsanın bezmeyini, yorulmağını, tükenmeyini, eğer ondan da küçük bir kelime olsaydı ki Allah onunla bu halı ifade etsin, onu da size qadağa ederdi. Dediğim kimi biz düşünürük ki ancak bu hüküm bizim için geçerlidir. Biz ata-anamıza karşı belə olmalıyıq. Eğer biz belə olarıqsa, bizden sonra gelecek nesillerimiz de bizim bu halimizi görer, onlara da iman, İslam, Kur'an mesuliyetini anlatarıksa, Kur'an'ın hükümlerini öğretirikse, onlar da bizim kimi olmaya çalışar. Dolayısıyla biz valideynlerimize hürmet ve ihtiram etmekle özümüzü sığortalamış oluruz. Özümüzün geleceğini, qocalığını, geçmişini güven altına almış oluruz. Ve Rabbimiz buyurur ki,
Uf belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla hoş danış. Təbii ki, iman əhli olmayan bir insanın belə bir halda olması, belə bir şuurda olması çox çətin məsələdir. Biraz da əvvələ gedib düşünsək ki, Allah Resulü buyurdu, Allah'ın razılığı ata-ananızın razılığında gizlidir. Allah'ın qəzəbi ata-ananızın qəzəbində gizlidir. Dolayısıyla bizim uf deməyimiz ata-anamıza yox, Allah'a qarşı bir üsyan olur. Bizim ata-anamızın üzərinə, üstlərinə qışqırmağımız, çığırmağımız, hirslənməyimiz, asi olmağımız Allah'a qarşı bir üsyan halına keçmiş olur. Təbii ki, bizim etiraz edəcəyimiz yerlər ola bilər. Hansı yer? Quran-ı Kerim yenə bizə bildirir ki, əgər valideynləriniz sizi hak və həqiqətdən uzaq salırsa, Allah'tan uzaq salırsa, Allah'a üsyan etməyə aparırsa, bu yerdə üsuluna uyğun, ədəbin gərəyincə onlara qarşı gələ bilərsiniz. Və yaxud da ədalət məsələsində hətta valideynləriniz olsa belə ədaləti pozurlarsa, onlara qarşı gəlib ədalətin bərpası üçün çalışa bilərsiniz. Və yenə Allah'ın Resulü bir hədis-i şərifində buyurur ki, vay olsun o şəxsə. Təkrar yenə səsləndirir. Vay olsun o şəxsə. Təkrar bir də Allah'ın Resulü səsləndirir. Vay olsun o şəxsə, arxasıca səbəbini açıqlayır ki, onun yanında atasından, anasından ya atası və anası ikisi də və yaxud onlardan biri yaşamış olsun və bu vasitə ilə həmin şəxs Allah'ın rizasını qazanmasın. 3 dəfə böyük bir təhdid, böyük bir töhmət, böyük bir danlaq və böyük bir xəbərdarlıq ki, vay olsun o şəxsə, vay olsun o şəxsə və vay olsun o şəxsə ki, atası və anası onun yanında yaşaya, ya ikisi yaşaya, yaxud biri yaşaya və onlardan biri və ya ikisi onun yanında yaşadığı halda həmin şəxs Allah'ın rizasını qazanmaya. Əziz və dəyərli qardaşlarım, ayələrdən də gördüyünüz kimi Allah Resulü sallallahu aleyhi və alihi və səlləmin hədis-i şəriflərindən də göründüyü kimi ilahi rızanı qazanmaq üçün başqa yolumuz yoxdur. Yəni ömrümüzün mayası, qayəsi, hədəfi etdiyimiz ibadətlərdən, etdiyimiz infaklardan, yaxşı müsəlman olmağa çalışmaqdan bir məqsəd var. Allah bizdən razı qalsın. Allah da bəzən insanın nəfsinə xoş gəlməyən şeylərdə rizasını gizlədir. Əgər açıq-aşkar ata-anaya üsyan etməklə Allah'ı razı salmağa çalışsaydıq, nə var idi ki? Və yaxud da nəfsimizə xoş gəlməyən və ya xoş gələn digər məsələlərdə olduğu kimi istədiyimiz kimi yaşayar, istədiyimiz kimi nə gəldi edər və onunla Allah'ın rızasını qazanmaq olsaydı, yaşamağa nə var idi? Demək ki, Rəbbimiz bizi nə ilə imtihan edəcək, nə ilə sınağa çəkəcək, nələr yaşadıb özünə qarşı hansı formada bizi yaxınlaşdıracaq, o proqram bizim əlimizdə deyil. Bəziləri indi valideyn haqqından, hüququndan danışarkən içində bir təəssüf hissi keçirir ki, kaş ki atam sağ olsaydı, mən də Allah'a gedən yolu atama xidmətlə o rizanı qazanmış olsaydım. Bizim bir dostumuz var idi. Deyir, atam mənə neçə dəfə zəng vurdu, zənginə zanit verdim. Bir gün işlərimi bitirdim, üstündən bir neçə gün keçdi. Zəng vurdum, dedim ki, ata, bəs üzürlü say məni, işlərim çox olur, bəs cavab verə bilmədim. Dedi ki, bir narahatçılıq yoxdur, olan şeydir, təbii haldır.
Amma bir gün gələcək mənim zənglərimə cavab vermək istəyəndə, o zaman sənin boş vaxtın çox olanda mən də həyatda olmayacağam. Həqiqətən yaşadığımız həyat, ömür dilimi fürsətdir. Bu fürsətlər bizim əlimizdə deyil. Allahın bizim qarşımıza çıxartdığı və hər yaşadığımız hal vasitəsilə bizi imtihan etməsidir. Və belə olduğu halda onsuz da dünya fanidir, keçib gedəndir. Dünya müminin zindanıdır. Bəzən elə zindanı daha dərin zindan edən də əfsuslar olsun ki, valideynlərimiz olur. Amma bizə düşən onların çətinliklərinə, onların bizə göstərdiyi münasibətlərə gözəl şəkildə Allah istədiyi formada səbr etmək və hər halımızla Allaha yönəlib dua etməkdir ki, Allah Resulü buyurur, insanların əli, qəlbi, aləmlərin Rəbbi olan uca Allahın qüdrət əli içərisindədir. Sənə 1 il, 2 il, 3 il, 5 il imtihan yaşadar, bir gün görərsən ki, ani bir hal içərisində atan pis vərdişlərindən imtina etmiş olar. Qarşında gördüyün ata-ana tamam fərqli bir ata-anaya çevrilmiş olar. Önemli olan Allah'ın rızasını kazanmak için onların ettiklerine sabretmek. Eğer yaxşı valideynlerdirsə, biz de onların rızasını kazanmak için daha yaxşı övlad olaq. Ve aynı zamanda onlar dünyasını dəyişiblərsə, sədəqə-i cariyə deyilən bir şey var ki, insan dünyadan köçsə də yaxşı övlad vasitəsilə ata-ananın əməl dəftərinə savab yazılar. Yaxşı övlad olaq, yaxşı müsəlman olaq, yaxşı mömin olmağa çalışaq ki, qazandıqlarımız savab vasitəsilə ata-anamız da əməl dəftərinə savab yazılsın və Allah da bu vasitə ilə bizdən razı qalmış olsun. Cümləniz mübarək olsun.